Salam əziz abituriyentlər. Bugün biz dim toplu testindən belə bir məsələnin həllinə baxacağıq. 169-cu sualda deyir ki, sxemdə A nöqtəsi 800 metr, B isə 1300 metr hündürlükdə yerləşir. D-dən C-yə axan çayın orta meyilliyi 3,2 metr bölünsün kilometr olarsa, onun uzunluğunu kilometrlə hesablayın. Gəlin məsələni addım-addım yerinə yetirək. Birinci olaraq biz burada tapmalıyıq kəsmə yüksəkliyi. Kəsmə yüksəkliyi bərabərdir bir qayda olaraq iki qonşu horizontal arasında hündürlük fərqinə. Burada B'nin hündürlüyü 1200, A'nın hündürlüyü isə 800 verib. Kəsmə yüksəkliyimiz olacaq 400 metr. İkinci olaraq biz məsələni həll etmək üçün burada çayın düşməsini hesablamalıyıq. Düşməsi isə mənbə ilə mənsəb arasında hündürlük fərqinə bərabərdir. Yəni biz burada onların hündürlük fərqini tapmaq üçün aradakı boşluqların sayına kəsmə yüksəkliyi vurmalıyıq. Burada görürük ki 4 dənə intervalımız var, yəni 4 boşluq var. 400-ü vuracağıq 4-ə, eləyəcək 1600 metr. Yəni çayın düşməsi 1600 metrdir. D-nin hündürlüyü 1600, C-ninki isə 0-dır. Çıxanda yəni bizə 1600 metri verir. Burada üçüncü addım olaraq isə biz demək, onun uzunluğunu kilometrlə hesablamalıyıq. Onun uzunluğunu hesablanma qaydası isə düşmə bölünsün meyillik olmalıdır. Düşməni tapdıq ki 1600 metrdir. Bəs onun orta meyilliyi isə 3,2 metr bölünsün kilometrdir. Metr bölünsün kilometr. Buradan da biz belə cavab alırıq ki, bunu buna böləndə cavabımız eləyəcək 500 kilometr. Yəni D variantı.